Tələbələrin sosial həyatına rəng qata bilməsi, asudə vaxtlarını səmərəli keçirmələri, şəbəkələşmə imkanlarını genişləndirmək üçün Bakı Dövlət Universitetinin ərazisində tələbə məkanı istifadəyə verildi. Məkanda yaradılmış şərait tələbələrə müxtəlif tədbirlər, disputlar və müzakirələr təşkil etməyə imkan yaradır. Məkan iki hissədən ibarətdir. Bir hissədə tələbələr debat və müxtəlif müzakirələrini gerçəkləşdirə, bir hissəsində isə mütaliə edə bilərlər. Müasir çağırışlara cavab verən məkanın açılışında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmailov, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Sahib Məmmədov, universitetin müəllim tələbə heyəti, qonaqlar və digərləri iştirak etdi. Hayırlı olsun. Kiçik bir oazis kimi layihələndirilən tələbə məkanı tələbələrin istirahəti ilə yanaşı onların dərslərə hazırlaşmasına da şərait yaradır. Layihənin mühüm cəhətlərindən biri 24 saat fəaliyyət göstərəcək mini kitabxanasının olmasıdır. Tələbələr istənilən vaxt kitabxanadakı kitabları oxuya, onlardan bəhrələnə və daha sonra geri qaytara bilərlər. Özüm oxuyub bəhrələndim, qoy digərləri də oxusun deyənlər isə öz kitablarını da kitabxanaya əlavə edə bilərlər. Məkan planlaşdırılarkən müasir dövrün çağırışları, xüsusilə də dövlətin yaşıl texnologiyalar və ekoloji problemlərin həlli ilə bağlı siyasət əsas götürülüb. Odur ki, ərazidə bütün işıqlandırma günəş panelləri vasitəsilə təmin olunur. Bu gördüyünüz ərazidə olan bütün işıqlandırma yalnız günəş panel sistemləri ilə həyata keçirilir. Bu Bakı Dövlət Universitetinin bu il reallaşdırdığı layihələrdən biridir. Qarşıda bizim yeni möhtəşəm layihələrimiz var. Biz bunları da həm Bakı Dövlət Universiteti olaraq eyni zamanda müxtəlif qurumların iştirakı ilə əməkdaşlıq çərçivəsində edəcəyik. Çünki məqsədimiz birdir, qüdrətlənən ölkəmiz, Azərbaycanımız üçün yüksək ixtisaslı kadr hazırlığını daha yüksək keyfiyyətdə həyata keçirmək. Tələbə məkanının digər özəlliyi isə buranın yalnız Bakı Dövlət Universitetinin tələbələri üçün yaradılmamasıdır. Belə ki, tələbə məkanından təkcə Bakı Dövlət Universitetinin tələbələri deyil, digər ali təhsil müəssisələrinin tələbələri də layihələrini həyata keçirə biləcəklər. Birinci zonada kitab bağışlama, yəni kitab guşəsi yaradılıb. Universitetdə olan tələbələrin oxuduqları kitabları gətirib bağışlama və yeni kitablar əldə edə bilmədir. İkinci funksional zona isə tələbələrin universitetin ictimai sosial həyatında aktiv iştirak eləyə bilməsi üçün uyğun bir otaqdır. Bu otaqda yaradılmış şərait tələbələrin liderlik qabiliyyətinin artırılması və universitetdə aktiv fəaliyyət göstərməsi üçün doğrudan da çox gözəl şəraitdir. Tələbə məkanının yaradılması biz tələbələr üçün çox sevindirici bir haldır. Burada yaradılmış kitabxana kimi fəaliyyət göstərən məkan var. Hansı ki, bu məkana biz öz kitabımızı təhvil verərək yeni bir kitab götürə bilərik. Bu kitab sevər, oxucu və mütaliə ilə məşğul olan tələbələr üçün çox sevindirici bir haldır və bizim üçün çox səriştəli bir hala çevriləcək bu. Düşünürəm ki, mütaliəmizi daha çox artırmamıza kömək olacaq. Bir digər otaq isə bizim yaradıcılığımızı və həmçinin planlarımızı daha da mükəmməlləşdirməyimizə kömək olacaq. Tələbələrin istifadəsinə həmçinin tələbə məkanının yerləşdiyi parkda verilib. Qeyd edək ki, Bakı Dövlət Universitetinin ərazisində yaradılmış tələbə məkanı layihəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə əməkdaşlığı ilə reallaşdırılıb.